Kələm yarpağı ilə ağrıların götürülməsi. Bu cür videoların davamını görmək istəyirsinizsə, videonu bəyənin və kanala abunə olun. Ən əsası isə zınqrov düyməsini basmağı unutmayın. Qış aylarında bir tərəfdən soyuq hava, bir tərəfdən də mikroblarla savaşan immuniteti gücləndirmək lazımdır. Xəstəliklərdən qorunmaq üçün həm də sağlam qidalanmaq önəmli şərtlərdən biridir. Orqanizmə faydalı olan qidalardan biri də kələmdir. Qiyməti çox ucuzdur. Demək olar, ilin bütün fəsillərində Azərbaycanda kələm tapıb almaq mümkündür. Kələm ölkəmizin müxtəlif regionlarında yetişdirilir. Ağ kələmin faydaları nələrdir? İmmuniteti gücləndirir. C vitamini baxımından güclü olan ağ kələm infeksiyalardan qoruyur, immuniteti artırır. 100 qram ağ kələm gündəlik C vitamini ehtiyacının 40%-ni ödəyir. Ağ kələm bişdikdə onda C vitamini azalır. Xolesterolu aşağı salır. Ağ kələmdə həzm sistemi tərəfindən udulmaq üçün xolesterolla rəqabət aparan 2 maddə var. Ona görə pis xolesterol səviyyəsini aşağı salır. Kataraktın qarşısını alır. Ağ kələm göz sağlamlığını yaxşılaşdırmaq və katarakt əmələ gəlməsini gecikdirmək xüsusiyyətinə malikdir. İltihaba qarşıdır. Ağ kələm tərkibindəki antioksidantlar sayəsində iltihabla mübarizə aparır. Sümük sağlamlığı və sağlam qanın laxtalanmasını qoruyur. K vitamini çatışmazlığı zamanı osteoporoz kimi sümük xəstəlikləri riski və qanın düzgün laxtalanmaması problemi yaranır. Böyük K vitamini mənbəyi olan bir stəkan ağ kələm gündəlik dəyərin 85%-ni təmin edə bilir. Xərçəngdən qorunmağa kömək edə bilir. Tədqiqatlar göstərir ki, ağ kələm bir sıra xərçəng növünün qarşısını almağa kömək edir. Bu, onun antioksidant və iltihab əleyhinə xüsusiyyətləri ilə bağlıdır. Qeyd edək ki, bədənin xərçənglə mübarizə aparanların sevilməsinin səbəbi xüsusi kükürt tərkibli maddələrdir ki, bu da daha çox ağ kələmdə var. B vitamini ilə zəngin ağ kələm yarpaqları. Ağ kələmin yarpaqları B qrupu vitaminləri ilə zəngindir. B vitamini xüsusilə sinir sistemi üçün faydalıdır. İmmunitet gücləndirici xüsusiyyətlərə də malikdir. Salatda bir porsiya ağ kələm yemək gündəlik B vitamini ehtiyacının 10%-ni qarşılayır. Pəhriz üçün ağ kələm vacibdir. Kalorisi çox az olduğu üçün ağ kələm pəhriz üçün uyğun tərəvəzdir. 100 qramda 24 kilokalori enerji var. Xüsusən də çiğ yeyildikdə daha faydalıdır. Liflə zəngin olduğu üçün insanı uzun müddət tox saxlayır. Həm yağda həll olunan K və A vitaminlərinin udulması, həm də mədəni tez tərk etməyib uzun müddət tox tutduğu üçün ağ kələmi yeməyə qataraq yağ da istifadə edin. Həll olunmaz liflə zəngin ağ kələm həzm sistemini sağlam saxlamağa və bağırsaq hərəkətlərini nizamlı saxlamağa dəstək olur. Şişliyi aradan qaldırır. Tərkibindəki lif və bir sıra maddələrlə orqanizmdən suyun çıxarılmasına kömək edən ağ kələm, bununla mədədə yaxşı dövriyyəni, şişliyin azalmasını, natriumun su ilə birlikdə bədəndən çıxmasını təmin edir, həm də təzyiqi aşağı salır. Salat tərkibində yeyilməsində daha çox fayda var. Kalsium anbarı. Ağ kələm güclü kalsium mənbəyidir. Gündəlik kalsium ehtiyacının 10%-ni 100 qram ağ kələmlə təmin etmək mümkündür. Həm də diş, həm də sümük toxumasının möhkəmliyini dəstəkləyən bu tərəvəz həm çiğ, həm bişmiş şəkildə kalsium tərkibini itirmir. Pulpa ilə qəbizliyin qarşısını alır. Tərkibindəki kükürt birləşmələri ağ kələmin həzm sisteminə yaxşı təsir göstərməsinə səbəb olur. Bundan əlavə, yarpaq hissələrində daha çox cəmləşən pulpa sayəsində bağırsaq hərəkətlərini artırma xüsusiyyəti çox yüksək olan tərəvəzdir ağ kələm. Güclü antioksidant qabiliyyəti olan ağ kələm sərbəst radikallarla mübarizə aparır və xərçəngdən qoruyur. O, həmçinin immunsuppressiv, qaraciyər, diabet və piylənmə kimi xəstəliklərdən qorunmanı təmin edir. Diabetin qarşısını almağa kömək edir. Ağ kələmlə zəngin bir pəhriz 2-ci tip diabetə qarşı faydalıdır. Artıq çəki ilə mübarizə aparır.
Təhlükəsiz və sağlam kilo verməyə kömək edir ağ kələm. Tərkibindəki lif həzm olunmayan və udulmayan bir karbohidratdır. Buna görə də yeməklərə böyük həcm əlavə edir və mədədə yer tutaraq udulmuş karbohidratları almadan daha tez və daha uzun müddət toxluq hissi verməyə səbəb olur. Ağ kələm turşusunun faydaları. Turşusu ağ kələmə probiotik xüsusiyyətlər verir, lakin turşuya əlavə edilən duz probiotiklərin miqdarının azalmasına səbəb olur. Probiotiklər bağırsaqlarda yaşayan faydalı bakteriyalardır. Bağırsaqları sağlam saxlayaraq bədəni bir çox xəstəliklərdən qoruyur. Ağ kələm turşusu mütləq sirkə ilə hazırlanmalıdır. Hazır olanda həm kələm yeyilməli, həm də suyu içilməlidir. Çiy kələmdən və onun suyundan müxtəlif xəstəliklərə qarşı istifadə edilir. Ancaq Azərbaycanda çiy kələmdən və onun suyundan çox istifadə olunur demək çətindir. Hər bir insanın bəzi zamanlarda bədəninin müxtəlif yerlərində ağrılar olur və bu ağrılardan qurtarmaq üçün müxtəlif vasitələr axtarır. Bəzən hər ağrıya görə kimyəvi dərman içərkən bir problem olur. Kələm yarpağı ilə ağrıların aradan qaldırılması isə ziyansız və çox ucuz başa gəlir. Belə ki, yatmazdan əvvəl kələmin iri yarpaqlarını 5 dəqiqə suda qaynadın, sonra onu ağrıyan nahiyənizə qoyun və bükün səhərə qədər qalsın. Səhər onu atın. Bu sizin ağrılarınızın tamamilə azaldacaq. Bunu ağrılarınız gedənə qədər təkrar edə bilərsiniz. Bütün oynaq ağrılarında da bu üsuldan istifadə edə bilərsiniz. Ağ kələmin tərkibi demək olar ki, insan həyatı üçün zəruri olan vitamin toplusundan ibarətdir. Bunlar provitamin A, vitamin C, B1, B2, B3, B6, K və mədə xorasının qarşısını almağa kömək edən U vitaminləridir. Onun tərkibində karbohidratların yağa çevrilməsinin qarşısını alan tartron turşusu vardır. Baş kələmin şirəsində mədə və ongibarmaq bağırsaq xorasının sağalmasına kömək edən maddə V vitamini olur. Kələm suyu mədə şirəsinin ifrazını artırır, o həmçinin ödqovma xassəsinə də malikdir. Onu qastrit və xora xəstəliyinin qarşısını almaq üçün 2-3 həftə gündə 3 dəfə 0,5 stəkan içmək lazımdır. Dəyərli izləyicilər, sağlamlığımızı qorumaq hər birimizin borcudur. Onun üçün də paylaşdığımız bütün videolardan məlumatlanın, faydalanın və ən əsası əməl etməyi və kanala da abunə olaraq videonu bəyənib şərhlərdə fikirlərinizi bildirməyi unutmayın. Özünüzə yaxşı baxın, növbəti videolarda görüşənədək Allah amanında. Video sizin üçün lazımlı oldusa bəyənmə düyməsini basın. Kanal sizə maraqlı gəlirsə, hələ də kanala abunə olmamışsınızsa abunə ol düyməsini basa bilərsiniz və zınqrov düyməsini də basın ki, hər dəfə yeni faydalı videolar paylaşanda sizlərə ilk gəlsin və sizlər də bu videolardan yararlanın və təbii ki, əzizlərinizin yaxınlarınızın da faydalanmasını istəyirsinizsə, videonu onlarla WhatsAppda, Telegramda və Facebook və digər sosial şəbəkələrdə paylaşa bilərsiniz və onu da deyim ki, şərhləriniz bizlər üçün olduqca vacibdir. Şərhlər yazmağı unutmayın.